Bir neçə gün əvvəl Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşını bıçaqlayaraq öldürdükdən sonra yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar etdiyi iddia olunur. Manset-aza açıqlama verən Abbas Əliyev hazırda vəziyyətinin yaxşı olmadığını bildirib. Bu çox ağır dərddir. Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər. Məhkəmə sədri qeyd edib. Bildirək ki, hadisə yanvarın 25-də baş verib. Baş prokurorluğun yaydığı məlumata görə Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci, qəsdən adam öldürməyə cəhd və 125-ci, özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb.